Salam dəyərli müəllimlər və dəyərli abituriyentlər. Bu video izahımızda biz sizinlə litosfer bölməsi haqqında danışacağıq. Mövzumuz əsasən litosfer tavalarına kimi olan hissəni əhatə eləyəcək. Bu litosfer bölməmizdən belə deyək ilk hissədir. Biz litosferə giriş eləməmişdən qabaq ilk öncə onu deməliyik ki, yerin tarixi inkişaf mərhələsini, yəni yerin formalaşmasını biz əsasən iki dövrə böləcəyik. Planetar və geoloji inkişaf mərhələlərinə. Təbii ki, yer də Günəş sisteminin planetləri kimi müəyyən bir müddətə kimi eyni şəkildə formalaşmış, meydana gəlmişdir. Amma müəyyən bir müddətdən sonra yer kürəsinin inkişaf mərhələsi onların inkişaf mərhələsindən fərqlənib. Təbii ki, biz yer kürəsi və Günəş sistemi planetlərinin meydana gəlməsini iki fərziyyə əsaslandırırıq. İlk öncə Kant və Laplace, daha sonra Schmidt və Fesenkov nəzəriyyələrinə əsaslandıracağıq. Deməli, Kant və Laplace nəzəriyyəsində biz deyirik ki, Günəş sistemi planetləri və yer kürəsi qaynar səma cisimlərinin birləşməsi nəticəsində meydana gəlmiş. Lakin Schmidt və Fesenkov nəzəriyyəsinə əsasən Günəş sistemi planetləri və yer kürəsi də həmçinin soyuq səma cisimlərinin 6-7 milyard il əvvəl birləşməsi nəticəsində nə etmişdir? Meydana gəlmişdir. Deməli, Schmidt və Fesenkov fərziyyəsinə görə Günəş sisteminə daxil olan planetlər təqribən 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq, disk şəkilli kosmik buluddan yaranıb meydana gəlib. Həmin bu buludların sıxılması nəticəsində qaz və toz hissəcikləri əvvəlcə çoxsaylı asteroidlər meydana gətiriblər. Yəni hissə-hissə bir-birləri ilə birləşiblər. Daha sonra bu meydana gəlmiş asteroidlər də bir-biri ilə toqquşub birləşərək ilkin soyuq nəyə əmələ gətirmişdir? Yer kürəsini və digər planetləri də əmələ gətirmişdir. Və biz də dedik ki, yer öz yarandığı, inkişaf etdiyi dövrdə müəyyən bir müddətə kimi Günəş sisteminin planetləri ilə eyni olmuşdur. Lakin müəyyən bir müddətdən sonra yerin inkişaf mərhələsi digər planetlərdən fərqlənmişdir. Və biz yerin inkişaf mərhələsini böləcəyik əsasən iki hissəyə, planetar və geoloji inkişaf mərhələsinə. Deməli, planetar inkişaf mərhələsindən danışdıqda deyəcəyik ki, planetar inkişaf mərhələsində yer bir planet kimi nə etmişdir? Formalaşmışdır və yer kürəsinin mantiyası, daha doğrusu desək nüvəsi, nüvəni örtən qat mantiyası və ilk bazatdan ibarət yer qabığı meydana gəlmişdir. Geoloji inkişaf mərhələsi isə əsasən yer qabığının formalaşmasını əhatə edir. Deməli, deyirik ki, yer kürəsi yarandığı ilk dövrdən maqnetizm xüsusiyyətlərinə malik deyildi. Çünki yerin maqnetizm xüsusiyyətlərinə malik olmamasının səbəbi onun nüvə qatının olmaması idi. Və yerin maqnitosferi də maqnetizm sahəsi yox idi deyə yer səthinə çoxlu iri asteroidlər, meteoritlər və digər səma cisimləri düşürdü və toqquşmalar baş verirdi. Və yer kürəsinin yavaş-yavaş maqnetizmi artdıqca, artıq bu toqquşmalar da, yəni meteorit yağışları tədricən nə etməyə başlamışdı? Azalmağa başlamışdı. Deməli, yer kürəsi bir planet kimi formalaşdıqdan sonra Günəşin ətrafında və öz oxunun ətrafında hərəkətə başlamışdı. Və bu hərəkətdə getdikcə nə etmişdir? Sürətlənmişdir. Və bu sürətlənmə nəticəsində biz nəyi görəcəyik burada? Mərkəzdən qaçma və mərkəzə qaçma qüvvələrini görəcəyik. Və sürətlənmə nəticəsində daha ağır metallar yer kürəsinin mərkəzinə toplanmağa başlamışdı. Ağır metallardan məsələn dəmir, nikeli biz nümunə göstərə bilərik. Xüsusən də məsələn ağır elementlər dəmir, mis, uran, nikel, plutonium və s. misal göstərə bilərik. Onlar yer kürəsinin mərkəzinə toplanmış və yerin ilk bərk nüvəsini meydana gətirmişdilər. Lakin nisbətən yüngül elementlər isə məsələn silisium oksiddir, alüminiumdur, maqneziumdur və s. O birləşmələr isə üst qatlarda nə etmişdir? Cəmlənmişdilər və mantiyanı meydana gətirmişdilər. Və biz təbii ki bilirik ki, o dövrdə yer qabığının olmaması səbəbindən və yer öz oxu ətrafında fırlandıqca və Günəş ətrafında fırlandıqca yerdə bir növ necə deyərlər istiləşmə
baş vermişdi, yəni təzyiq artmışdı. Təzyiqin artması nəticəsində yer kürəsində olan həmin o radioaktiv elementlərin zəncirvari parçalanmasına səbəb olmuşdu və bu da yerdə nəyi artırmışdır? Temperaturu artırmışdı. Və bu zaman mantiyadakı maddələr də əriyərək, xüsusən də nüvədəki maddələr ərimişdi. Yerin üzərində bərk bir qat olmadığı üçün bunlar səthə doğru nə etməyə, sızmağa, yəni təzyiq altında səthə doğru püskürməyə başlamışdı. Və biz bu zaman kütləvi vulkan püskürmələrini müşahidə edəcəyik. Həmin bu kütləvi vulkan püskürmələri yer kürəsində müşahidə olunan vaxt, yəni yer kürəsində olan vaxt ayda da eyni proseslər baş vermişdi. Onun üçün də ayda da həmin dövrdə, yəni yerdə olan dövrdə ayda da vulkan püskürmələri baş verdiyi üçün biz bu dövrü ay erası olaraq adlandıracağıq. Həqiqətən də ayın üzərini biz diqqətlə müşahidə etdiyimiz zaman şəkillərdən və yaxud teleskoplar vasitəsilə biz orada kraterləri rahat bir şəkildə görə bilərik. Təbii ki, bu kraterlərin çoxu vulkan kraterləri olsa da meteorit bombardımanları nəticəsində əmələ gələn çökəkliklər də ayın səthində geniş yer tutmaqdadır. Hətta ay səthi tədqiq olunduqda və yaxud ay səthindən gətirilən nümunələr onu göstərir ki, ay səthi lavaların soyuması nəticəsində necə deyirlər, lavaların soyuması nəticəsində ay səthində çoxlu sıxırlar meydana gəlmişdir. Yəni soyumuş, bərkimiş lavalar ay səthində də tapılmaqdadır. Və həmin bu püskürmə materialları təbii ki, püskürmə zamanı yer səthinə mantiyadan biz deyəcəyik ki, buxar halında su, toz dumanlıqları, vulkan külü və s. püskürülmüşdür və yerin cazibə qüvvəsi nəticəsində həmin bu püskürmə materialları yerin ətrafında toplanmış və yerin ilk nəyini meydana gətirmişdir? Atmosferini meydana gətirmişdir. Təbii ki, ayda belə bir məsələ olmamışdı. Ayda belə bir məsələnin olmamağının səbəbi ayın həcmcə balaca olması və cazibə qüvvəsinin demək olar ki, olmaması və yaxud zəif olması idi ki, ayda bu püskürmə materialları kosmosun boşluqlarına uçub getmişdi. Və püskürmüş bu lavalar tədricən soyuyaraq bazaltdan ibarət ilkin yer qabığını meydana gətirmişdi. Və biz nəyi bilməliyik, yoldaşlar? Bilirik ki, təbiətdə suyun 3 halı mövcuddur. Maye halı, qaz halı və bərk halı. Maye halı bildiyimiz sudur. Buxar halı onun qaz halıdır. Yəni su buxar vəziyyətində olduqda qaz formasında olmuş olacaq. Bərk halı isə suyun buz halıdır. Və biz də bilirik ki, temperatur 100 dərəcədən artıq olduqda, yəni suyun qaynama həddidir və bu zaman su buxarlanmağa başlayır. Və yer kürəsində də həmin dövrlərdə temperatur 100 dərəcədən artıq olduğu üçün su buxar vəziyyətində mövcud idi. Lakin təbii ki, bu belə getməyəcəkdi. Temperaturun yavaş-yavaş aşağı enməsi və soyuması nəticəsində su kondensasiya prosesinə məruz qalmışdı. Kondensasiya prosesi nədir? Suyun buxar halından maye halına keçməsidir. Və suyun kondensasiya prosesinə məruz qalması nəticəsində təbii ki, su buxar halından maye halına keçdikdən sonra kütləvi yağışlar meydana gəlmişdi. Deməli, kütləvi yağışların meydana gəlməsi ilə yer səthini bütünlüklə su bürümüşdü və yer kürəsində ilk okean meydana gəlmişdi. Biz buna ilk okeana Pantalas deyəcəyik. Pantalasın da meydana gəlməsi ilə 2,5 milyard il davam edən planetar inkişaf mərhələsi nə etmişdi? Başa çatmışdı. Deməli, bizim yadda saxlayacağımız məqamlar nədir? Litosferdir, bir növ atmosferdir və hidrosfer təbəqələridir ki, bunlar yer kürəsinin planetar inkişaf mərhələsində meydana gəlmişdir. Və biz geotermik qradiyent və geotermik pillə anlayışını bilməliyik, yoldaşlar. Yer qabığında hər 100 metr dərinliyə endikcə temperaturun 3 dərəcə artmasına geotermik qradiyent deyilir. Amma temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlik, yəni məsafə geotermik pillə adlanır. Geotermik pillə heç də hər yerdə eyni deyil. Geotermik pillə ərazilərə görə fərqlənə bilər. Yəni bir ərazi üçün temperaturun 1 dərəcə artmağı üçün 30 metr məsafə lazımdırsa, digər bir ərazidən məsafə 40 metr ola bilər. Biz geosinkronal və platforma ərazilərdə biz bunu fərqli şəkildə müşahidə edirik. Geosinkronallarda geotermik pillə azdır.
lakin platformalarda çoxdur. Çünki geosiqnallar daha mütəhərrik, daha hərəkətli hissələr olduğu üçün orada temperaturun 1 dərəcə artması üçün lazım olan məsafə azdır. Amma platformalar sabit ərazilər olduğu üçün orada temperaturun 1 dərəcə artması üçün məsafə çoxdur. Məsələn, biz bunu necə götürə bilərik? Tutalım ki, platforma və geosiqnal ərazidə iki fərqli mədən var. İkisinin də dərinliyi eynidir. Məsələn, 500 metr yerin altındadır və 500 metr yerin altında ikisi də eyni dərinlikdədir. Bu zaman geosiqnal ərazidə yerləşən mədəndə işləyən işçi daha çox istiliyə məruz qalacaq. Çünki orada temperaturun 1 dərəcə artması üçün lazım olan məsafə azdır. Bunu da yadımızda saxlamalıyıq. Yer qabığında biz desək ki, dərinliyə doğru temperaturun da artmasının səbəbi radioaktiv maddələrin sıxlığına və parçalanmasına görədir. Bu da mütləq yadda saxlanılması, yadda saxlamağı vacib olunan məqamlardan biridir. Deməli, haqqında danışdığımız geotermik qradiyent və geotermik pillə haqqında biz burada qeyd eləmişik. Dedik ki, 100 metr dərinlikdə temperaturun 3 dərəcə artması geotermik qradiyent adlanacaq. Geotermik pillə isə məsafədir. Temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlik geotermik pillə adlanır. Geotermik pillə platformalarda çoxdur, lakin geosiqnallarda azdır. Və dedik ki, Pantalasın ilk okeanın kütləvi yağışlar nəticəsində yağının meydana gəlməsi ilə planetar inkişaf mərhələsi başa çatmışdır. Planetar inkişaf mərhələsi 2,5 milyard il davam eləyib və Pantalasın yaranması da yerin ikinci inkişaf mərhələsi olan geoloji inkişaf mərhələsi meydana gəlmişdir. Deməli, yoldaşlar, geoloji inkişaf mərhələsindən biz danışdıqda deyəcəyik ki, geoloji inkişaf mərhələsi də 4,5 milyard il davam eləyib və bu zaman yer qabığının təbəqələri yaranıb, meydana gəlib və yer səthində dağlar, düzənliklər, hətta yer kürəsi öz müasir şəklini bu dövrdə almışdı. Deməli, geoloji mərhələnin əvvəlində yer qabığı nazik olduğu üçün litosfer tavalarının hərəkəti nəticəsində vulkan püskürmələri müşahidə olunurdu. İntensiv tavaların hərəkəti baş verdiyindən tavaların sərhədlərində müxtəlif relyef formalar yaranıb meydana gəlirdi və bu vulkan püskürmələri nəticəsində və vulkan məmulatlarının qurulması nəticəsində tədricən yer qabığının qalınlığı artmışdı. Yer qabığının da qalınlığı artdıqca vulkanizm prosesi yavaş-yavaş səngiməyə başlamışdı. Biz yer kürəsinin geoloji inkişafını öyrənərkən süxurların yaşını öyrənməyimiz vacib gəlir. Çünki biz yer kürəsinin geoloji yaşını öyrənmək üçün süxurların yaşına müraciət eləməli oluruq. Süxurların da əsasən iki yaşını təyin edirik, mütləq yaşını və nisbi yaşını təyin edirik. Deməli, nisbi yaş dedikdə biz təxmini, təqribi yaş nəzərdə tutacağıq və nisbi yaşı da iki üsulla əsasən təyin edə bilirik ki, birincisi süxurların yatım ardıcıllığıdır. Süxurların yatım ardıcıllığı zamanı biz deyirik ki, daha üzdə və yaxud daha səthə yaxın yerləşən süxurlar daha cavandır. Daha aşağıda isə yerləşən süxurlar daha qədim, daha yaşlı süxurlar sayılacaq. Təbii ki, bu təxmini bir yaşdır, onun üçün də nisbi yaşa aiddir və süxurların tərkibində olan bitki və heyvan qalıqlarına, daşlaşmış qalıqlarına əsasən biz süxurların nisbi yaşını təyin edə bilirik. Bitki və heyvanların da daşlaşmış qalıqlarını biz fosil adlandıracağıq. Deməli, süxurların mütləq yaşını təyin edərkən süxurların tərkibində olan radioaktiv elementlərin parçalanmasına görə tapırıq. Biz deyirik ki, məsələn, uran radioaktiv elementdir. 100 qram uranın 74 milyon il ərzində parçalanması nəticəsində 1 qram qurquşun alınır. Yəni, yadda saxlamalı olacağımız məqam odur ki, mütləq yaş süxurların tərkibində olan radioaktiv elementlərin parçalanmasına görə müşahidə edilir. Diqqət eləsəniz, süxurların yatım ardıcıllığını və fosilləri də görə bilərsiniz. Təbii ki, süxurların yatım ardıcıllığında dedik ki, daha üstdə yerləşən qatlar daha cavan süxurlardır, daha aşağıda yerləşən, daha dərinlikdə yerləşən süxurlar isə
daha yaşlı və qədim süxurlardır. Fosilləri də görə bilərsiniz. Fosillər təbii ki, həm bitkilərin daşlaşmış qalığı, həm də heyvanların daşlaşmış qalığı ola bilər. Deməli biz yer kürəsinin geoloji inkişaf mərhələsini öyrənərkən yoldaşlar, əsasən onu zaman vahidlərinə görə parçalayacağıq. Bizim istifadə edəcəyimiz ən böyük zaman vahidi eonlar olacaq. Deməli, qədimdən zamana doğru biz eonları desək, 2 dənə eonumuz mövcuddur. Kriptozoy və fanerozoy eonları. Zoy ümumiyyətlə burada həyat mənasında işlədilir. Kriptozoy bu gizli həyatdır. Fanerozoy aşkar həyat deməkdir. Deməli, bizim kriptozoyu gizli həyat adlandırmağımızın səbəbi odur ki, bu dövrdə onurğalı canlıların mövcud olmaması və bizim əlimizə yetəri qədər sübutların gəlib çatmamasına görə biz əhatəli şəkildə tədqiqat işləri apara bilməmişik və kriptozoyda baş verən mühüm hadisələr demək olar ki, bizim üçün qaranlıq qalmışdır, yəni açılmamışdır və onun üçün də kriptozoy eonunu biz gizli həyat olaraq adlandıracağıq, amma fanerozoy eonunda kifayət qədər canlılar yaşamış, kifayət qədər onurğalı canlılar olmuşdur deyə onların fosilləri, daşlaşmış qalıqları bizə gəlib çatmış və xüsusən də bu dövrdə baş verən digər mühüm hadisələri də əhatəli şəkildə tədqiq eləyə bilmişik deyə biz bu dövrü nə adlandıracağıq? Aşkar həyat adlandıracağıq. Deməli, biz kriptozoy eonunu da parçalasaq, eonlar da eralara bölünəcək və kriptozoy eonu 2 dənə eradan, arxey və proterozoydan ibarətdir. Deməli, biz arxey və proterozoy eralarını da dövrlərə parçalaya bilməyəcəyik. Çünki dediyimiz kimi əhatəli şəkildə tədqiqat işləri apara bilməmişik deyə biz bu zaman arxey və proterozoyu nə etmirik? Yoldaşlar, dövrlərə parçalamırıq. Arxeydə baş verən ən mühüm hadisələrdənsə onu deyə bilərik ki, qədim qırışıqlıqlar və güclü vulkanizm prosesi bu dövrdə başlamışdır. Bakteriyalar, ibtidai hüceyrəlilər meydana gəlmişdir. Təbii ki, burada da güclü vulkanizm püskürmələri var deyə biz deyəcəyik ki, dəmir və polimetal filizlərini, xüsusən tikinti materiallarından, məsələn, qranit yataqları da bu dövrdə nə etmişdir? Formalaşmışdır. Deməli, daha sonra biz kriptozoyun digər erasından danışacaq olsaq, bu da dedik ki, proterozoy idi. Proterozoyda arxeydə başlayan qədim qırışıqlıq və güclü vulkanizm hadisəsi proterozoyda davam eləmişdir. Canlılar bir tık daha inkişaf eləyərək yosunlar və bakteriyalar inkişaf eləyib, tək-tək onurğasız canlılar da bu dövrdə meydana gəlmişdir və proterozoyda dəmir filizinin nəhəng yataqları, xüsusən boksit, qrafit yataqları yaranmış meydana gəlmişdir. Deməli, daha sonra biz deyəcəyik ki, hər bir dövrün öz ümumiyyətlə dövr və yaxud eranın, indi biz qruplaşdıracağıq, özünün dağ əmələ gəlmə mərhələsi mövcuddur ki, biz arxeydə müəyyən bir dağ əmələ gəlmə götürmürük, lakin kriptozoy eonunun proterozoy erasına Baykal qırışıqlığını götürəcəyik. Deməli, daha sonra biz fanerozoy eonunu eralara parçalasaq, dedik ki, zoy qədim idi və 3 dənə eradan ibarət olacaq bizim fanerozoy eonumuz. Qədimdən zamana doğru desək, paleozoy, qədim həyat, mezozoy, orta həyat, kaynozoy, yeni və yaxud müasir həyat. Deməli, biz paleozoyda, mezozoyda, kaynozoyda dövrlərə parçalayacağıq. Çünki əhəmiyyətli şəkildə tədqiqat işləri aparmışıq deyə onları dövrləşdirə bilirik. Biz yoldaşlar paleozoyu parçaladıqda əsasən deyəcəyik ki, 6 dənə dövrdən ibarətdir. Qədimdən zamana doğru saysaq, Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perim və paleozoy dövrünün Kembri, Ordovikində biz proterozoy erasını bir yerdə Baykal qırışıqlığına götürəcəyik. Daha sonra orada Silur və Devonu Kaledon dağ əmələ gəlməsidir və Perimlə daş kömürlə Perim isə biz Hertzin qırışıqlığına aid eləyəcəyik.
Xüsusən biz deyəcəyik ki, geoloji inkişaf mərhələsində ilk materik olan Pangeya yaranmışdır. Pangeyanın geoloji inkişaf mərhələsində olduğunu yadımızda saxlamalıyıq və Paleozoyda Pangeya qurusu iki yerə parçalanmışdır. İndi biz birazdan parçalanma haqqında daha ətraflı şəkildə sizə sxem və şəkil göstərib məlumat verəcəyik. Deməli, Pangeya iki hissəyə, Lavrasiya və Gondwana hissələrinə parçalanmışdır və vahid Pantalas okeanının da bu səbəbdən sahəsi artmış, azalmışdır. Lavrasiya və Gondwananın arasında Tetis, qədim Tetis okeanı meydana gəlmişdir. Bu dövrdə əsasən iynəyarpaqlı bitkilər, çılpaq toxumlar və ay döşəklər kimi bitkilər meydana gəlmişdir. Bu dövrə balıqların hakimiyyət dövrü deyəcəyik. Yəni söhbət gedir Paleozoy erasından. Suda quruda yaşayan canlılar meydana gəlmişdir və suda quruda yaşayan canlıları biz bilməliyik ki, onlar amfibiya canlılar adlanırlar. Həm suda, həm quruda yaşaya bilirlər. Məsələn, biz timsahı, qurbağanı, tısbağanı buna misal göstərə bilərik. Paleozoy erasında da boksitdir, daş duzdur, daş kömürdür, neftdir, gipsdir, fosforit, zivə, apatit kimi nəhəng polimetal, nəhəng həm də polimetal yataqları da bu dövrdə neynəmişdir, meydana gəlmişdir. Daha sonra biz danışacağıq orta həyat Mezozoy əsasən erasından. Mezozoy erası da 3 dənə dövrə bölünür. Qədimdən cavana, Trias, Jura, Tabaşir dövrünə. Mezozoy dövründə əmələ gələn qırışıqlığa biz Mezozoy və yaxud Kimmeri qırışıqlığı da deyəcəyik. Deməli, yoldaşlar, Mezozoy erasında baş verən mühüm hadisələrə diqqət edəsək, Mezozoy erasının əvvəlindən, yəni Triasdan başlayaraq Tabaşirə kimi Gondwananın tərkib hissələri olan Lavrasiya və Pangeyanın tərkib hissələri olan Lavrasiya və Gondwana da Mezozoy erasında parçalanmağa başlamışdır və müasir materiklər əmələ gəlmişdir. Lavrasiya Şimali Amerika və Avrasiyaya, Gondwana materiki isə Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya və Ərəbistan, Hindistana parçalanmışdır. Lakin sonradan tektonik hadisələr nəticəsində Ərəbistan, Hindistan gəlib Avrasiya materiki ilə toqquşmuşdur. Ona görə də biz Ərəbistan, Hindistan qədim dövrdə Gondwananın tərkib hissəsi olduğu və sonradan gəlib Lavrasiyanın bir hissəsi olan Avrasiya materikinə birləşdiyi üçün biz Ərəbistan və Hindistan yarımadalarını Avrasiya yad ərazilər olaraq adlandıracağıq. Deməli, Mezozoy erasının bitkilərindən danışacaq olsaq, əsasən örtül toxumlu bitkilər bu dövrdə meydana gəlmişdi, məməli canlılar meydana gəlmişdi. Mezozoyda qədim nəhəng sürünənlər yayılmışdılar və bu dövrdə dinozavrların nəsli kəsilmişdir. Təbii ki, dinozavrların nəslinin kəsilməyinin əsas hadisənin tətikləyicisi yer kürəsinə çapı böyük olan meteoritin düşməsidir. Yəni son tədqiqatlar bunu göstərir. Əsasən meteoritin düşdüyü ərazilər Meksika körfəzi sahilləri, daha da dəqiqləşdirərsək, Yucatan yarımadasının şimal sahilləridir və meteor düşdükdən sonra dinozavrların bir hissəsi bu hadisədən, bir hissəsi isə meteoritin tətiklədiyi vulkanizmin oyanması ilə bir sözlə Mezozoy erasında neynəmişdir, məhv olmuşdur. Deməli, və Pangeyanın hissələrinin, yəni Lavrasiya və Gondwananın müasir materiklərə parçalanması ilə müasir okeanlar da meydana gəlmişdir. Təbii ki, biz hal-hazırda 5 okean göstəririk. Şimal Sakit okean, Atlantik okean, Hind okeanı, Şimal Buzlu okeanı və 60 dərəcə cənub enliyi ilə Antarktida sahillər arasında qalan Cənub okeanını götürürük və deyəcəyik ki, bu dövrdə də müasir okeanlar yaranmışdır. Bunlardan Sakit okean və Şimal Buzlu okeanı qədimdir. Onların ərazisi getdikcə kiçilməkdədir. Lakin Atlantik okeanı ilə Hind okeanının sahəsi getdikcə böyüyür və Atlantik okeanı ilə Hind okeanı nədir? Cavan okeandır. Deməli, Mezozoy erasında
Yayılmış faydalı qazıntılar əsasən çökmə faydalı qazıntılardan olan neftdir, yanarşistdir, təbii qazdır, sonra daş kömürdür. Məsələn, orada təbaşir, fosforit, sonra qızıl, qala, gümüş və sair faydalı qazıntı yataqları da neyniyib bu dövrdə meydana gəlmişdi. Deməli, biz sizinlə növbəti olaraq Kaynazoy erasından danışacağıq. Deməli, Kaynazoy erasında dövrləşdirəcəyik. Paleogen, Neogen və Antropogen. Antropogen dövr və yaxud 4-cü dövrdə adlandıracağıq. Deməli, bu dövrdə 4-cü dövr buzlaşma baş vermişdir. Xüsusən bu dövrə aid olan biz çoxlu sayda göl suları, göl yataqlarını müşahidə eləyə bilərik. Hətta məsələn, Şimali Amerika materikində 4-cü dövr buzlaşma ta ki 38 dərəcə şimal enliyinə qədər gəlib çatmışdı və xüsusən 4-cü dövr buzlaşmasının təsirinə məruz qalmış ərazilərdə biz fiord tipli sahillər də görəcəyik. Ən böyük fiord tipli sahil deyəcəyik ki, Norveç sahillərində Sogne fiyordudur. Əsasən Norveçin cənubunda yerləşir, mülayim işıqlanma qurşağında. Deməli, bu dövrdə baş vermiş ən mühüm hadisələrdən biz danışsaq, bu dövrdə Tets okeanının ərazisi qapanmışdır və Tets okeanının yerində Aralıq dənizi, Qara dəniz, Azov dənizi, Xəzər gölü və Aral gölü meydana gəlmişdir. Təbii ki, Xəzər və Aralın da dəniz adlanma səbəblərindən biri onların tarixi dövr ərzində okeanın hissələri olub və okean suyunun xüsusiyyətlərini özlərində saxlamasıdır və Mezoz 4-cü dövrdə müasir landşaft meydana gəlmişdir və ilk insanlar da bu dövrdə yaranmışdır. Təbii ki, biz ən qədim insanın yaranmasını əsasən ən qədim insan sümüklərini biz Afrikada tapmışıq. Yəni hələ ki elmə bizə məlum olan 2,5-3 milyon il bundan əvvəl aiddir. Kenya və Tanzaniyada tapılmış insan qalıqları. Deməli, Kaynazoy erasında bütövlükdə əhatə edən qırışıqlıq mərhələsi Alp qırışıqlıq mərhələsi adlanır. Alp qırışıqlıq mərhələsi ən cavan dağ əmələ gəlmə mərhələsidir. Alp qırışıqlığında əmələ gələn dağlar cavan dağlar, digər qırışıqlıq mərhələsində əmələ gələn dağlar isə qədim dağlar, yaşlı dağlar adlanacaq, faylı dağlar adlanacaqdır. Deməli, bu dövrdə yaranan faydalı qazıntılardan biz danışsaq, yəni Kaynazoy erasından, deməli qiymətli metallardan qızıl, gümüş, platinin, alüminiumun səpinti yataqları əsasən bu dövrdə meydana gəlmiş, kəhraba, qonur kömür və sair meydana gəlmişdir. Kəhrabaya görə də ən böyük fərqlənən yer dedik ki, Baltik dənizinin sahilləridir. Deməli, biz bayaqları sizinlə Pangeyanın parçalanması haqqında danışdıq. Deməli, Pangeya əsasən iki hissəyə parçalanıb, Lavrasiya və Gondwana materiklərinə əsasən parçalanmışdır və biz deyəcəyik ki, bu Paleozoy erasına təsadüf eləyib. Mezozoy dövründə isə Lavrasiya və erasında isə Lavrasiya və Gondwana materikləri müasir materiklərə parçalanmışdır. Lavrasiya iki hissəyə, Avrasiya və Şimali Amerikaya, Gondwana isə Afrika, Cənubi Amerika, Antarktida və Avstraliya parçalanıb. Gondwananın tərkib hissəsi olan Ərəbistan və Hindistan sonradan gəlib Lavrasiyanın tərkib hissəsi olan Avrasiya ilə birləşiblər deyə biz Ərəbistan və Hindistan yarımadalarını Avrasiya yad quru sahəsinə enəyəcəyik, yoldaşlar adlandıracağıq. Deməli, diqqət eləsəniz, göstərilən sxemlərdən biz nə edə bilərik? Müşahidə eləyə bilərik. Əsasən Pangeyanın hissələrə parçalanmasından və biz parçalanmanı xəritədə də əyani şəkildə müşahidə eləyə bilirik. Sanki materiklər bir-biri ilə puzzle kimi ayrılıblar. Buna aydın şəkildə diqqət eləsək müşahidə eləyə bilirik. Hətta aşağıdakı xəritə sxemdə diqqət eləyirik ki, Cənubi Amerika Afrika materikindən sanki qopub və həqiqətdə də təbii ki qopub. Biz bunu litosfer tavalarının hərəkətində daha dərin şəkildə öyrənəcəyik. Deməli, yoldaşlar, növbəti olaraq biz sizinlə yerin daxili quruluşu haqqında danışacağıq. Deməli, yer əsasən nüvədən, mantiyadan və səthdə yer qabığından
ibarətdir. Biz ən mərkəzdə yerləşən qat olan, təbəqə olan nüvədən danışacağıq. Deməli, nüvə əsasən iki hissədən ibarətdir. Daxili nüvə və xarici nüvədən. Nüvənin radiusu əsasən 3500 kilometrdir. Nüvədə əsasən nüvə ağır materiallardan, ağır metallardan təşkil olunub. Əsasən dəmirdən, nikeldən təşkil olunmuşdur. Nüvədəki maddələr ərinti halında olsa da, əsasən burada 3 milyon atmosfer təzyiqinin, yəni basıncın olması səbəbindən kipləşmişdir. Nüvənin səthini, nüvənin temperaturunu biz günəşin səthinin temperaturuna bərabər kimi götürürük. Nüvədə temperatur təxminən 3500-4000 dərəcə Selsi arasındadır. Və əsasən dedik ki, nüvə uran və plutonium kimi radioaktiv maddələrdən də nəynəmişdir? Təşkil olunmuşdur. Deməli, nüvənin biz üstünü örtən qatdan, adının da mənası örtüyü qat olan mantiyadan danışacağıq. Mantiya monto sözündən də elə örtüyü deməkdir. Deməli, mantiyanın qalınlığı 2800-2900 kilometrdir. Mantiyada əsasən ərimiş maddələrdən, dəmirdən, maqneziumdan və s. ibarətdir. Mantiya nüvəni əhatə eləyir və mantiyada temperatur 1000 dərəcə Selsi ilə 2500 dərəcə Selsi arasında dəyişir. Əsasən alt mantiyada temperatur şəraitinə görə süxurlar ərinti halındadır, lakin alt mantiyada da atmosfer təzyiqinin, basıncın yüksək olması səbəbindən orada bunlar böyük təzyiq altında kipləşmişdir. Mantiyada əsasən iki hissədən ibarətdir. Alt və üst mantiyadan ibarətdir. Mantiyanın üzərində bərk süxurdan ibarət onu örtən yer qabığı yerləşir. Biz yer kürəsini bir almaya bənzətsək, almanın qabığı yer qabığından qalındır. Yəni nisbətlə götürsək, təxminən belə düşür. Deməli, yer qabığı yerin digər təbəqələrindən daha mürəkkəbdir. Əsasən yer qabığı iki tipə ayrılır. Materik tipli və okean tipli yer qabığına. Yer qabığı əsasən 1-90 km arasında dəyişir. Yer qabığını təşkil edən əsas maqmatik süxurlar, ümumiyyətlə əsas süxurlar deyəcəyik ki, çökmə, bazalt və qranit süxurlardır, təbəqədir və okean tipli yer qabığında qranit yoxdur, lakin materik tipli yer qabığında həm çökmə, həm bazalt, həm qranit vardır. Bunun da səbəbi okean tipli yer qabığında çökmə qatın az olmasıdır. Çünki qranitin əmələ gəlməsi üçün biz deyirik, qranit maqmatik süxurdur, maqmatikin intruzivinə aiddir, yəni daxildə qalaraq yüksək temperatur və təzyiq altında soyuyur, amma okean diblərində, ümumiyyətlə okeanlarda çökmə qat o qədər qalın olmadığından burada qranit qat əmələ gələ bilmir. Ona görə də əsasən okean tipli yer qabığı bazalt və çökmə süxur qatından ibarətdir. Deməli, yer qabığının da qalınlığı yer kürəsinin hər yerində eyni deyil. Məsələn, biz deyəcəyik ki, yer qabığı dağlarda daha qalındır. Təbii ki, daha hündür dağlarda daha qalındır. Məsələn, Hindukuş, Pamir, Himalay kimi dağlarda qalındır. Yer qabığının qalınlığı xüsusən 1-90 km arasında dəyişir. Amma dərin sulu okean novlarındaysa yer qabığı ən nazik səviyyəyə çatır və 1-5 km arası, məsələn, Sakit Okean dünyanın ən dərin yeri olan Sakit Okeanın 11022 metr Marian növündə biz bunu nə edə bilərik? Müşahidə eləyə bilərik. Deməli, yoldaşlar, bazalt və qranit qatı arasındakı olan sərhədi biz Konrad sərhədi adlandırırıq. Yer qabığı ilə üst mantiya arasını təşkil edən sərhədə biz alim Mohorovitsicin adı ilə Moho sərhədi adlandıracağıq və biz üst mantiya ilə yer qabığını birlikdə litosfer kimi götürəcəyik. Litosfer ilə əsasən alt mantiyanın arasında sıyıq bir təbəqə vardır ki, həmin bu təbəqəni biz, ərinti halında olan təbəqəni biz nə adlandıracağıq? Astenosfer adlandıracağıq. Astenosferlə litosfer birlikdə tektonosfer kimi götürüləcək. Bütün tektonik hadisələr də bu qatda nə etməkdədir? Baş verməkdədir. Deməli, yadda saxlayacağımız vacib məqamlar bu dərsdən bunlar idi. Daha sonra biz danışacağıq süxurlardan və faydalı qazıntılardan.
Deməli, yer qabığını təşkil edən 3 əsas kimyəvi element biz deyəcəyik ki, oksigen, alüminium və silisium birləşmələrdən ibarətdir. Bunlarla yanaşı yer qabığında əsas maqneziumdur, natriumdur, dəmirdir, kalium birləşmələri də mövcuddur ki, deməli bütün bunlar birləşərək minerallar isə təbii ki, öz növbətində süxurları yaradır. Süxurlar əmələ gəlməsinə görə, yəni mənşəyinə görə əsasən 3 yerə bölünür. Maqmatik süxurlar, çökmə süxurlar və maqmatiklə çökmə süxurlardan əmələ gələn metamorfik süxurlar. Deməli, yoldaşlar, maqmatik süxurlar adından da göründüyü kimi maqmatizm prosesi ilə, yəni vulkanizm prosesi ilə bağlıdır. Və biz bilirik ki, vulkan püskürməsi zamanı istər vulkanın içində, daxildə əmələ gələ bilər və yaxud püskürmə materialı ola bilər. Vulkanın daxilində və püskürmə zamanı əmələ gələn süxurlara görə biz maqmatik süxurları 2 yerə böləcəyik. İntruziv və effuziv süxurlar. Əsasən intruziv süxurlardan danışarkən deyirik ki, dərinlikdə əmələ gələn süxurlardır. İntruziv süxurlar dərinlikdə əmələ gəlir deyə yüksək təzyiqin, yüksək temperaturun altında formalaşırlar deyə onlar daha möhkəm olur, su keçirmirlər. Məsələn, intruziv süxurlara biz qranit, qabbro, diorit, sienit kimi süxurları nümunə göstərə bilərik. Amma effuziv isə püskürmə materiallardır. Onlar yüksək təzyiq və yüksək temperatur altında meydana gəlmirlər deyə daha kövrək və su keçirən olurlar. Effuziv maqmatik süxurlara biz əsasən nümunə göstərə bilərik. Vulkan tufun, vulkan külün, vulkanik pemzanı, vulkanik şüşəni, obsidianı, andeziti və sair misal göstərə bilərik. Bunlar da olacaq maqmatik süxur. Deməli, yer kürəsinin 67%-ə qədərini səhv eləmirəmsə, maqmatik süxurlar təşkil edir. Yəni, yer kürəsində ən üstün olan süxurlar hansıdır? Maqmatik süxurlardır. Deməli, daha sonra biz danışacağıq çökmə süxurlardan. Yoldaşlar, çökmə süxurlar əsasən xarici qüvvələrin təsiri ilə formalaşır. Çökmə süxurları da əmələ gəlməsinə mənşəyinə görə biz 2 yerə bölürük. Üzvü və qeyri-üzvü. Üzvü də adından göründüyü kimi üzvü maddələrdən meydana gəlib. Deməli, üzvü süxurlara əsasən biz deyəcəyik neft, qaz, daş kömür, yanar şist, torf və s. aiddir. Və biz qeyri-üzvü çökmə süxurları da əsasən 2 hissəyə böləcəyik. Qırıntı və kimyəvi çökmə süxurlar. Deməli, qırıntı əsasən digər süxurların parçalanmasından meydana gəlmişdir. Məsələn, qumdur, çınqıldır, gildir, çay daşı. Biz ona bəzən çaylar daşı da deyirik. Bunlar qırıntı çökmə süxurlara aiddir. Kimyəvi isə əsasən belə deyək, kimyəvi yolla əmələ gəlmiş süxurlardır ki, məsələn, biz müxtəlif duzları, mergeli, dolomiti, gipsi və s. Kimyəvi çökmə süxur kimi nə edəcəyik? Yoldaşlar, kimyəvi çökmə süxur kimi götürəcəyik. Deməli, çökmə və maqmatik süxurların müəyyən dərinliklərdə yüksək təzyiq və yüksək temperatur altında dəyişilib, öz tərkibini itirib başqa bir tərkibə çevrilməsi ilə əmələ gələn süxurlara biz deyəcəyik metamorfik süxur. Elə metamorfik sözü də metamorfozlaşma sözündəndir. Metamorfozlaşma çevrilmə, dəyişilmə deməkdir. Həm çökmə süxurlar metamorfik ola bilər, həm maqmatik süxurlar metamorfik ola bilər. Əslində təbiətdə metamorfik süxurlar çoxdur, lakin bizim bilməyimiz vacib olanlar isə məsələn qranit qneysdir, qum daşı kvarsitə çevrilir, əhəng daşı mərmərə çevrilir, qrafit almasa çevrilir, kristallik şist fillitə çevrilir. Gil isə müəyyən bir dövr ərzində, müəyyən bir təzyiq və temperatur şəraitində gilli şistə nə edəcəkdir? Yoldaşlar, çevriləcəkdir. Deməli, insanlar təbiətdən əldə edərək istifadə elədikləri bu süxurları faydalı qazıntılar adlandırırlar və faydalı qazıntıları, ümumiyyətlə mineral ehtiyatları praktiki əhəmiyyətinə görə, iş əhəmiyyətinə görə əsasən 3 yerə böləcəyik. Biz birinci danışacağıq
filiz faydalı qazıntılardan. Deməli, filiz faydalı qazıntılardan əsasən biz danışarkən deyəcəyik ki, tərkibindən metal ala biləcəyimiz qazıntılar filiz faydalı qazıntılardır. Bütün filiz faydalı qazıntılar hamısı nədir? Maqmatikdir. Bunu belə yadda saxlamaq lazımdır. Filiz faydalı qazıntılar da təbii ki, bir neçə yerə bölünür. Əsasən biz onları qara və əlvan metal olmaqla bölürük. Qara metal dəmir, xrom, manqandır. Əlvan metallara bəli, alüminiumdur, misdir, qalaydır, sinkdir və s. misal göstərə bilərik. Qiymətli əlvan metallar da var ki, məsələn, qızıldır, gümüşdür, platinumdur və s. Çətin əriyən wolfram və molibden nümunə götürə bilirik. Nadir metalları isə uran və germanium olaraq nə edə bilərik? Yoldaşlar qruplaşdıra bilərik. Deməli, urandır, radiumdur və s. bunlar radioaktiv elementlər kimi müşahidə olunur. Biz əsasən filiz faydalı qazıntıları daha çox harda müşahidə edəcəyik? Dağlıq və denudasyon düzənliklərdə. Dağlıq ərazilər və denudasyon düzənliklər. Denudasyon düzənlikləri hansılardır? Yüksəklik və yaylalarda. Yüksəklik və yaylalar dağlıq ərazilər, xüsusən də qədim dağlar filiz faydalı qazıntılarla daha zəngin olurlar. Çünki onlarda kristallik bünövrə səthə çıxır. Biz bunu növbəti dərslərimizdə Allahın izni ilə keçəcəyik. Deməli, qeyri-filiz faydalı qazıntılardan danışsaq, onları da bir neçə hissəyə bölürük. Qeyri-filiz faydalı qazıntılar daha geniş şəkildə yayılıb. Deməli, qeyri-filiz faydalı qazıntılarda məsələn kimya sənayesinin xam mal kimi kükürdüdür, sonra məsələn apatitdir, fosforitidir və s. misal göstərə bilərik. Məsələn, sonra tikinti materialları əhəng daşıdır, mərmərdir, qranitdir, gipsdir, qumdur, çınqıldır və s. Sonra qiymətli daşlar, yaqut, almaz, sapfir, əqiq, kəhraba və s. bunlar təbii ki, qiymətli nələrdir? Daşlardır. Xüsusən də almaza görə əsasən Cənubi Afrika Respublikasına Rusiyanı fərqləndiririk. Kəhraba isə Baltik dənizi daha da nə etməkdədir? Yoldaşlar fərqlənməkdədir. Yanaq faydalı qazıntılardan danışsaq, yanaq faydalı qazıntılar əsasən çökmə mənşəlidir. Onlar ovalıqlara, düzənliklərə, daha çox ovalıqlara və şerf düzənliklərində rast gəlmək mümkündür. Yanaq faydalı qazıntılar əsasən hansılardır? Yanaq faydalı qazıntılar neftdir, qazdır, daş kömürdür, yanaq şistdir, torfdur. Deməli, şərti yanacaq vahidi kimi daş kömürün yanarkən ondan ayrılan istiliyin miqdarı 7000 kilokalori, yəni 1 əmsal olaraq götürülmüşdür. Ən çox istilik əmsalına malik olan, istilik enerjisinə malik olan neftdir. O da ki, əsasən 1,5 əmsalla 10.500 kilokalori enerjidir. Deməli, yoldaşlar, hər bir faydalı qazıntını, təbii ki, çoxunu biz xəritələrdə öz şərti işarələri ilə müəyyən edirik. Şərti işarələrdən əsas yadda saxlamalı olacağımız məqamlardan daş kömürdür, qonur kömürdür, neftdir, təbii qazdır, torf, dəmir filizi, xromit, daha sonra mis, polimetal filizi, civə, manqan, molibden, sonra qızıl, mərmər, kalium duzu, şora. Şora təbii ki, təbii gübrədir. Əsasən biz Çili şorasını, Norveç şorası və s. hər bir ölkənin, bir çox ölkənin özünə məxsus şorası var. Şora bir növ almanların istehsal elədiyi azot gübrəsinin təbii variantıdır. Almanlar da azot gübrəsini istehsal eləyəndən sonra şoranın bazarı ölmüşdür. Sonra fosforiti və almazı yadda saxlasaq, şərti işarələri yadda saxlasaq kifayətdir. Daha sonra yer kürəsində mövcud olan əsasən biz deyəcəyik dəmrin, xromitin, kobaltın, manqanın 60%-dən 90%-ə qədəri arxeydə və proterozoyda, yanaq şistin, daş kömürün, misin, civənin yarıdan çoxu isə paleozoyda, wolframın, qalayın, almazın xeyli hissəsi mezozoyda, boksitin, sonra polimetalın, kalium duzunun, neftin, təbii qazın isə çox hissəsi nə etmişdir? Kaynazo erasında meydana gəlmişdir. Deməli, boksit nədir? Yoldaşlar, alüminiumun filizləri boksit, alunit və nefelindir. Yəni, sənayedə alüminium bu üç təbii faydalı qazıntıdan əldə edilir.
Güman edirəm ki, daha geniş şəkildə çatdıra bildim bölməni. Allahın izni ilə növbəti dərslərdə görüşənə qədər.